Müslümanlar Şiə və Sünniyə böldüm. Nədəndir? O bölünmə deyil. Əsas bölünmə, qardaşlar, əsas bölünmə, əsas sıxıntılı, problemli olan şey bilirsiniz nədir? Bu mövzunu atıb ortaya sıxıntı çıxartmaqdır. Fitnə çıxartmaqdır. Müsəlmanların bir-birinə qarşı soyuqluq yaranmasıdır. Problem budur. Hamımız ümumən müsəlmanıq, düzdür? Mən məsələn məzhəb olaraq Hənəfi məzhəbindəyəm. Mən bunu rahatlıqla deyirəm, əhl-i sünnəyəm. O demək deyil ki, mən parçalandım, sən niyə belə söhbət edirsən, o niyə belə? Xeyr. Sünnə nə deməkdir? Peyğəmbərimizin halın, əhvalın, hərəkətin, danışığın, davranışın özünə rəhbər tutub onun arxasıca getmək. Yəni bunu eləməyən var ki, yəni o mənim üçün problem deyil. Bir adam desə ki, mən şiəm, olsun, nə gözəl. Əhl-i beyti sevir, biz də sevirik. Yəni onun məhəbbəti ilə yaşasın. Onun Əhl-i beytin imamlarının həyatı nə cürdürsə gözəl şəkildə, həm elmi şəkildə elmin götürsün, əxlaqın götürsün, danışığın, davranışını götürsün möminlərə qarşı. Bu cəhətdə bir problem yoxdur ki. Problem odur ki, aramıza məsafə qoymaq. Sanki bir-birimizi müsəlman kimi görməmək. Sanki bir dənə mənəm, haqq başqası haqsızdır. Ümumiyyətlə, biz istər əhl-i sünnə olsun, istər əhl-i şey olsun, əsas cəhətlərdə bərabərik. Allahımız bir, Peyğəmbərimiz bir, qibləmiz bir, kitabımız bir, elə deyil. Namazın rükətlərinə qədər hər şey birdir. Fatihəsini oxuyuruq, İxlasını oxuyuruq. Yəni, çox cüzi bir fərqlər var ki, bu da olmalıdır. Müxtəliflik olmalıdır. Hər kəs robot kimi bir şeydə olmayacaq. Hər kəs həyatı fərqli görür. Hər kəs rəsmə baxır, o rəsmdən fərqli məna çıxardır. Sən deyən ki, yox, bir dənə məna budur. Olmaz axı. Hər kəsin fikri var, hər kəsin düşüncəsi var. Yəni, bəlkə sənin görmədiyini o birisi görür. Hədisdə var ki, ixtilafı ümmətin rəhmətin. Yəni, ümmətimin ixtilafı rəhmətdir. Ki, fikirlər ortaya çıxır, cürbəcür fikirlər, ondan sonra alimlər çıxır. Bu şey, ixtilaf olmasa olmur axı. Amma müsbət ixtilaf. Söhbət burada müsbət ixtilafdan gedir. Mənfi ixtilaf ki, heç birimizə lazım deyil. Və yaxud da dinsizlərin atdığı ortaya bir sünni şiə məsələsi var. Bir-birinə insanları qırdırır, qardaşı qardaşa qırdırır, məsafə qoyur. O ona kafir deyir, bu buna müşrik deyir. Yəni, bu dərəcəyə gətirib çıxartmaq, bu çox zərərli bir şeydir. Yəni, qusura baxılmasın. Kim bu fitnəni çıxarırsa, kim bu fitnəyə səbəb olursa, bu o zaman İslama xidmət deyil. Belə İslama xidmət olmaz, belə müsəlmançılıq olmaz. Müsəlmançılıq bir olmaq deməkdir. Amma kimsə fərqli görür, fərqli düşünür, hər kəs özünə. Kim müşrikdir, kim kafirdir, kim nədir, hər kəs özünə cavab verəcək. Amma biz əsasda yenə də deyirəm, bərabərik, müsəlmanıq. Vəssalam.